Belə. Evdə sakitlik yarandı, gəh qonşu qapını döyür, gəh telefon çalır. Hərdən də deyirəm ki, ya Rəbbi, elə bir yer olaydı ki, dərin bir meşənin dibində bir dənə balaca bir daxma olaydı. Bax, onun içində oturub elə söhbət edərdim ki, kimsə mənə mane olmaz. Amma maalesef həm mane var, həm danışmaq. İkisi bir arada. Biraz çətin olsa da bir tər yoluna qoymaq lazımdır. Bəli. Çünkü evidir, ailədir, qurşudur, kiməsə nəsə lazım olur, kiməsə deyilir, zəng edilir, söhbət, söz, bir iş haqda nəsə sorğu sual edilir. Bax, buna görə də biraz mənim üçün çətin olur arada danışmaq. Yox, buna da dözmək olar, məsləhətinə şükür. Qeyrətimi, şanımı edərəm, deyir hafizəndə gözətçi, Sabir deyir bunu. Oxusa da min bir iki ayə, kimsə dərk edə bilməz bu sehri. Təbii ki, dərk edilsəydi, cəmaat bugünə gəlib qalmazdı. Bu da Allahın işidir, şükürdən də qalmaq olmaz. Bir gün öz canımı da edərəm sənə qurban, sanma ki, mənə rəhmət oxuyub ah çəkəcəksən bundan. Yəni, Allahın işidir, Allah verir, Allah alır, Allah gətirir, Allah aparır. Bu şükürlə qəbul edilərsə bir şeydir. Ah, çəkməyə də düz də insan öz əzizini itirən də biraz çox çətin olur. Amma məsləhətinə şükür, hər şey Allah'tan gəlir. Boş evdir cismin, müqəddəsdir nəfəsin. Gəl, şad ol əməlindən, məqsədinə yetişdin. Mən məqsədim sadəcə Allahı görmək idi, o da mən bilsəydim ki, mən başıma belə oyun açacaq, heç onu da istəməzdim. Qələt edirəm, ninirəm mən onu. Bilsəydim istəməzdim, həqiqi sözümdür. Geriyə yolum da yoxdur. Amma haqq yolunu tapmaq bu çətin də olsa xoşdur. Haqq yolunu tapırıq axı məqsədi. Mən haqq axtarırdım məqsədə, anladım indi mənə çatdı bu fikir. Gəl şad ol əməlindən, sən məqsədinə yetişdin. Yəni, mən Allahın qapısını döydüm ki, yəni qeybə aradım ki, yəni sən haradasan və bu haqq, batil və qadınam, gəlmişəm, indi bir işə düşmüşəm, bir qələt eləmişəm, bu haqq qapıları niyə insanlara cavab vermir? Sən deməklə bu oyunu açan özüdür, o qədər. Açmışam Gəncədə gözəl bir məclis, gəl pozma bu cəlalı ey sevgili varis. İndi hökm sənindir, gəl qur bu məclisi ali, abad et bu məmləkəti, sən şad et bu milləti. Gəl sütun ol imana, aç bu gizli pərdələri, yad et məni gizli-gizli, yığ bir-bir bu müşkül açan sözləri. Görürsünüz mü, hər kəs deyər ki, Sabir belə şey yazmayıb. Təbii ki, Sabir bunu belə şey yazmayıb. Təbii ki, bu İncildən götürülüb bu höküm. Mən dedim sizə, Qurandan əvvəl bu müdriklərlə barabar mən İncili də ələyirdim. Onunla bunlar elə bir gedirdi demək olar ki, İncili mən kitablardan da qabaq ələ gətirmişdim. Onu mənim qonşum vermişdir. Metiska idi o, onun içində o çox oxuyurdu. Bir dənəsində götdü, mənə pay verdi. Bax, onun içində yazılır ki, indi bu fikrə bir də qaydıram. Müdriklərin müdrikliyini Allah deyir, məhv edəcəyəm. Alimlərin ağlını ləğv edəcəyəm. Bu, heç kəs Allah qarşısında öyünməsin. Öyünən yalnız Allahla öyünsün. Budur. İndi Sabirin sinəsini məhv edir, öz fikirlərini söyləyir. Bax, Sabir də bunu deyir. Gəl poz bu cəlalı, ey sevgili varis. Açmışam Gəncədə gözəl bir məclis, indi hökm sənindir. Gəl qur bu məclisi ali, abad et bu məmləkəti, şad et bu milləti.
Gəl sütun ol imana. Mən deyirəm ki, əsas iman da insanda gərək imanı saf ola, iman ləkəsiz ola. O imanda ki, o bu qədər din alimləri, dini insanlar var, müminlər var. Və gör onun imanında bir balaca ləkə varsa, o heç də o verəsi deyil onun. Nə namazı, nə orucu, nə duası, nə kəbbəsi, nə məşədisi, nə də kərbalası, nə də o kilsələrə gedənlərin. İmanda bir balaca ləkə varsa, onun cəzası var ki, hədiyyəsi yoxdur. Bu mütləqdir. İmana sütun ol. Aç bu gizli pərdələri, yad et məni gizli-gizli, yığ bu müşkül açan sözləri. Bax, müşkül açan sözləri elə burada açardır. Bu neydi əfədi də deyirdi, vişmiş sözlər aktar, qulaq az hər bir sözə, sən sustur həmən nəfəsin, çiğ söz söyləsə. Burada deyir ki, müşkül açan sözləri bir-bir dənlə. Bu da başqa cürə deyir. Bax, bunu deyir. Ki, bir-bir yığ müşkül açan sözləri. Belə gizli sirlər açılmasa, hökm üzə çıxmaz. Ələnməsə əfsanələr, sözüm düzə çıxmaz. Elə bir nalayiq bir hilə qurmamışam mən, sadəcə bu hökmü təxirə salmışam mən. Yəni o sadə heç kim bilmir ki, görürsün, mən də deyirəm ki, bax bu qədər danışıram, bu ha vaxt nöqtə qoyulacaq, o Allaha bəllidir və bu nöqtədən sonra Allah bunu xalqın qəlbində cücərdəcək, cücərtməyəcək, o da ona bəllidir. Mən sadəcə bugün vəzifəmə düşən hökm nədir, onu yerinə yetirirəm. Nə olacaq, o Allahın işidir. Amma sonu aydınlıqdır, sadəcə onu bilirəm. O qədər. Elə də bir nalayiq iş qurmamışam mən, sadəcə bu hökmü təxirə salmışam mən. Sanma ki, bu hökmü mən ardıcıl yazmışam, keyfim gəldikcə düz, gah da yalan yazmışam. Gah mıxı döyüb, nalı tapdalamışam, gah da 50 arxın suyunu gündə bir arxa qatmışam. Hökmün əsası birlikdir. Məzmunlu bir məsələdir. İbrət, öyüd, nəsihət bu gizli pərdədədir. Arif sən özün seç yaxşı, yamanı, hərə verir Qurana istədiyi mənanı. Gəl aç özün oxu Həzrəti Quranı, bax gör nə deyir Gəncənin imanlıları. Bu millətin hələ ki qarışıqdır imanı, odur ki, kimsə anlamır iki mənalı Quranı. Anlasaydılar, bugünə gəlib çıxardılar. Bu din adamları da bilir. Məsələn ki, Facebookda səhifəmə, təbii ki, mən həyatda dindarlarla heç vaxt yaxın getməmişəm. Bircə dəfə bir nəsə məktublar göndərirdim, məsciddə verirdim. Dalıma da baxmadan düz qaça-qaça getdim ki, bunlar məni daşqalaq eləyə bilərlər. Təbii ki, bu bir zarafatdır. O qədər. Mən din insanlarına çox yaxın getməmişəm. İmamzada ziyarətində də o şalını ört, başını ört. Deyirəm ki, mənə aid deyil. Mənə icazə verilmir. Bax, bir-iki kəlmə deyib düz keçirəm. Çünki Rəbb bilir ki, din alimlərinin düşüncələri boşdur. Bu sözləri gözüm dönə-dönə oxumuşdur. Ona görə də onlara çox yaxın getmirdim. Yəni, elm işçilərinə yaxın gedirdim ki, bəlkə onlar oxuyublar, elm deyir, bilmədin bir də oxu, bilmədin bir də oxu, mütaliə elə, araşdır. Amma din deyir, inanırsan inan, inanmırsan inanma. İnamda məcburiyyət yoxdur. Bunu da bir elm işçinin ağzından götürmüşəm, o qədər. Elə özü də deyir ki, inamda məcburiyyət yoxdur, kitabda deyir. Kimsə kimsəni dində məcbur eləyə bilməz ki, sən bu dinə baş əy, namaza baş əy. Bu, insanın özündən, öz içindən doğulur. O namaz qılanda mən qınamıram, sadəcə deyirəm ki, o avvam yoldur. Bəyək Allah səni ora göndərirdi. Mənim də indi dilimdən deyir ki, hər ağız qapansın, hər kəs Allaha hesabət versin. İndi get qəlbinə var, oradan gör o istək birazdan doğulacaq ya doğulmayacaq, yoxsa rüsvayçılıq olacaq. Onu da Allah bilir, mənlik deyil, mən onun işlərinə qarışmam. Hərənin öz yolu var, mənim yolum yalnız bu hikmətləri söyləməkdir. Kim də inanar, inansın, inanmayan da sağ olsun, o qədər. Yorulmuşam. Bəli, bir də buranı oxuyaq.
Hökmün əsası birlikdir, məzmunlu bir məsələdir. Yəni, yer üzərində hər kəs Allaha bəndədir. O ayrılıq, seçkilik, bu sadəcə ilahi bir sınaqdır. Biz bu fikri Qurandan da oxuduq. Əgər Allah istəsəydi, sizi eyni xalqa, eyni şəraitə tabi edərdi. Lakin bu müxtəliflik Allahın verdikləri ilə sizləri imtihan etməsi üçün idi. Hər millətin öz yolu, öz şəraiti var. Siz biri-birinizdən yalnız yaxşı şeyləri öyrənin, yaxşılıq etməkdə biri-birinizi ötməyə çalışın. Çünki hər birinizin dönüşü Allahadır və sizin aranızda olan müxalif, yəni bu qarışıqlıqlar, qarşı durmalar haqda da sizə xəbər veriləcəkdir. Budur, onlar da yavaş-yavaş verilir, açılır. Bax, budur, bunu demək istəyib Quran. O qədər. İbrət, öyüd, nəsihət bu gizli pərdədədir. Arif, sən özün seç, yaxşı, yamanı hərə verir Qurana istədiyi mənanı. Gəl, aç, özün oxu Həzrəti Quranı, bax nə deyir Gəncənin imanlıları. Bu millətin hələ ki qarışıqdır imanı, odur ki heç kəs anlamır iki mənalı Quranı. İndi bu Gəncənin imanlıları indi yaşayanlar deyil, bu Nizamidə deyilir. O torpağa əysən və afərinlər bir ovuçdən yiyər, bir xəzinə verər. Bir ovuçdan kimlərdir? Müdrik bu seçilmiş insanlar və seçilmiş peyğəmbərlərdir. Bir ovuç onları götürür, birdən də Allaha istinad edir ki, yəni bunların hamısını hərəkətə gətirən ruh Allah olub və küllü bəşərdə hərəkətə gətirən bir ovuçdan yiyir, bir xəzinədən xəbər verir. Bax, bu anlama gəlir. Biz bunu oxumuşuq sizlə. Bu fikir, bax, bunu deyir. Burada bağlayır bu fikirlərin, nöqtələyir. Bəli, heç kim anlamır iki mənanı Quranı. Quranda biz bunu görmüşük. Bir də açıram bu Quranı. İndi elə insanlar var bilir, elə insanlar var bilmir. Bilməyənlər təbii ki gözdən bir də keçirə bilər. Geçsin Vasif Məmmədəliyevin kitabını alsın əlinə, tərcüməsini. İndi bilməm, hər bir Quranda var. Bu yəqin ki mən onunla işləmişəm. 45-ci səhifədə olmalıdır. Yoxsa 44, 45, 43. 43-cü səhifədə Əli İmran surəsidir, 7-ci ayə. Bu Quranın bir hissəsi odur. Onun bir hissəsi Quranın əslini, əsasını təşkil edən möhkəm, mənası aydın, hökmü bəlli sözlərdir. Digər hissəsi isə mütəşabih, mənaca biri-birinə oxşar, məğzi bəlli olmayan ayələrdir. Ürəklərində şək şübhə olanlar, indi onları da Allah yaradır, onu da qınamaq olmaz. Fitnə fəsad salmaq üçün və istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih ayələrə uyarlar. Halbuki onların həqiqi izahını Allahdan başqa heç kimsə aça bilməz. Elmdə qüvvətli olanlar, yəni dini elmdə qüvvətli olanlar deyərlər ki, biz onlara inanırıq, onların hamısı Rəbbimiz tərəfindəndir deyərlər. Bunları isə ancaq ağıllı adamlar dərk edə bilər. Ağılı da ki, biz dedik ki, Allah yer üzərində hər şeydən az insan ağlını yaradıb, o da o qədər azdır ki, yerdəki qırmızı kükürddən də az. Belə, ağıl da heç kimə verilməyib, o bir şey ki sığmayır insan ağlına, dünyanı yaradan deyilir ona. Deməli, ağıl Allahın özüdür, ondan da hər kəsə pay verilmir. Ona görə Allahın Rəsulu deyir ki, fayda verməyən elm elə bir xəzinədir ki, Allah yolunda ondan heç kəsə ehsan verilmir. O da bax bu kitabda deyilir, elm haqda. Bunu göstərək, sonra keçək söhbətimizin davamına. İlim 43-cü səhifə. 43-cü səhifə. Budur o kəlmə, buradadır. Bax, buyurun. Bax, belə, fayda verməyən elm elə bir xəzinədir ki, Allah yolunda ondan heç kəsə ehsan verilmir. Bax, bu kitabdadır. Səhifə 43-də gedib oxuya bilərsiniz. Bax, burada. Elmə həvəs göstərən məqsədə çatar və iki mükafat alar. Biri elmə həvəs mükafatı, digəri isə
elmin özü. Bu elm hətta mövcud olmasa belə onun üçün bir mükafatdır. O da peyğəmbərlikdir. Bunu demək istəyir. Bu da belədir. O da hər adama nəsib deyil. Təbii ki, o əsrlərdən, eralardan keçəndə bir dəfə olan şeydir. O da kimin qismətinə düşər, onu Allah bilər. Onu bəndə seçə bilməz. Peyğəmbərlik insan arzusundan, istəyindən doğula bilməz. Təbii ki, çox insan istəyərdi ki, bu yolda olsun. Bu həm ağır yoldur, həm də əl çatmaz bir yerdir. Bunu tutmaq olmaz. Bunu hər adam tuta bilməz. Bunu Allah təyin edir. Bu fəthi Allah təyin edir. Kim bunu fəth edəcəkdir? Belə, bu məktəb, indi biz keçirik, Quranı biz anladıq ki, iki mənadadır, onu Sabir açır, öz sinəsindən açılır, tabi Sabir açmır, Allah Teala onun xəzinəsindən bunu çıxardır, təbii ki, mənim gözlərimlə baxıb çıxardır, mənim barmaqlarımla yazıb çıxardıb, indi də belə nitqə gətirir. İndi bu surdur, çalır, öz hikmətini belə anladır. Bəli, buyuran qəlbdə oturub, öz hökmranlığını belə eləyir, qoy belə deyək. Millətin hələ ki qarışıqdır imanı, odur ki, heç kəs anlamır iki mənalı Quranı. Elm haqda biz orada oxuduq artıq. Elm əhli deyir ki, elm öyrənmək savabdır. Lakin elmdə böyük bir müəmma vardır. Biçarə insan, bir mənə de görüm, elm nədir? Səncə bu təhsilin, məktəbin mənası nədir? Elm, ədəb qandır, nəslimiz insandır. Elm insanda devr edən gözəl candır. Görürsünüz, can da öz oldu, elm də öz oldu, ağıl da öz oldu. Və deyir ki, mənim qarşımda heç kim öyünməsin. Öyünən yalnız Allah adıyla öyünsün. Var elmdə Allah adıyla öyünən. Hər kəs deyir ki, özüm öyrənmişəm. Onu gördüyündə hamını susturub, deyir, indi məni dinlə. Bax, bunu demək istəyir. Hər kəsin bildiyi şey yalnız cahandır. Elm həm candır, həm də məşhur cahandır. Bu isə onu demək istəyir ki, yer üzərində elə bir isim yoxdur ki, kimsənin ona bağlılığı olmasın. Allah yer üzərində hər şeydə vardır və onun məbədi biz insanlarıq. O insandır. Bunu demək istəyir. Elm həm candır, həm də məşhur cahandır. Bu məktəb, yəni biz indi bu məktəbə gedirik. Məktəb sənə xoş gəlməsin. Gəl bir qulaq as sözümə. Bu məktəb qorxuludur, tələsib, ora girmə. Məktəb dediyin bağlı dildir. Dilsə əfi ilandır. Qarətçisi yamandır, ilandakı çalandır. Gəl bir yaxşı dərk et. Məktəb İslamdır. Təhsili imandır, təlimkisi candır. Sən əgər İslamın qaydalarını bilmirsənsə, İslamın o hökmlərini, o ədəb qaydalarını, həya bəndlərini, o davranış, nəzakəti, ondan camisi səmimiyyəti, sadəliyi, lətafəti, incəliyi araşdırmırsa, açıqlamırsa, uşaqlara bu haqda təlim keçmirsə, deməli o əfi ilandır, o vuracaq bir. Ha vaxtsa səni hardasa vuracaq o məktəb. Sənə verdiyi təhsil, bax görürsən, ilan kimi səni çalır. Anladınız mı nə deməkdir bu? O məktəb qorxuludur, tələsib ora girmə. Yəni onun qarətçisi yamandır, ilandakı çalandır. Məktəb dediyin bağlı dildir, dil isə əfi ilandır, qarətçisi yamandır, ilandakı çalandır. Qarətçi yəni ki, indi o müəllimlər sizə nəsə öyrədir, pul alır, yalandan qiymət verir, qarət eləyir də sizi, qarətçisi yamandır. O məktəb elmi qarət edir, sizi qarət edir, ilandakı çalandır. İndi bu günlərim həyatda sən öz sözünü doğru deyə bilmirsənsə, deməli artıq sənin bilgini də qarət eləyib, pulunu da qarət eləyib, indi budur, ilandakı çalandır. İndi görürsünüzmü, sizin elminiz sizi özü, bilginiz sizi özü çalır. O qədər. Özü sizi zəhərləyir.
İlan çalanda insanı zəhərləyir. Bax, görürsünüzmü? Buradan nə çıxır? Sabirin sinəsindən nə çıxır? İndi görürsünüzmü? Bax, hikmət, kəlam, elm sizi necə ilan kimi zəhərləyir. Ki, sən nə öyrənmirsən ki o məktəbdə? Məktəb İslam deməkdir. İslamın, indi biz İslama gələcəyik, hələ biraz da işimiz var, onu qutaraq. İslamı biz geniş, qəşəng mövzuda biz izah edəcəyik. Bəli, oradan da bu kəlamlardan da ora girəcəyik, amma biz şeir dilini qutaraq sonra gələk ora. Biz hələ tam açmamışıq şeir dili ilə. Bir-bir görürsünüz, nə gözəl fikirlər çıxır ortaya. Ki, gəl bir yaxşı tərk et, məktəb İslamdır, təhsili imandır, təlimçisi candır. Təlim verən candır, yəni Allahdır, ruhdur. Təlim də imandır, yəni imanı ləkəsiz saxlamaq lazımdır. Yəni o ilə imanda bir nəzakətsiz davranış olarsa, ədalətsiz bir hərəkət olarsa, onun axırı sən zəhərlənəcəksən, həyatın zəhərlənəcəksən. Elə bil öz həyatını zəhərləyirsən. O qədər. Bax, bu qədər. Kitab nədir? Onun içi dolu yazı. O boş sözləri edər razı. Arif olmaz hər sözdən razı. Arif olan olmaz hər sözdən razı. Quru əməl sahibləri olar boş sözdən razı. Yəni elə kitabda yazır, qoyur. Mən bugün bunu yazdım, o deyir, mən bugün bunu yazdım. Amma içində iştat yoxdur ki, heç kimə də lazım deyil. Sadəcə indi insan da həvəsə gəlib bir-iki kəlmə ora nəsə yazıb, amma o heç kimə lazım. Onun içində heç bir hikmət yoxdur. Mən çox kitab elədim gözdən. Hikmət yoxdur. Heç Dreiser'in dahisini mən yarıya kimi gətirdim. Ondan sonra oxumadım ki, axı bunun adı nəyi dahidir? Bir Eugen'dir. Orada onu koltuğun altına salır. Burada bu gəlini koltuğun altına salır. O kolun dalında bir qızla oturur, əylənir. Bu evinə girir birindən öz etirazını həyata... Bu dahilikdir. İndi mən bu sualıma siz cavab verə bilməsəz də, məncə bu dahilik deyil, bu zinakarlıqdır. Rəssamdır, indi rəssam bir quru bir şəkili çəkdi, o dahilik deyil. Bunu hər adam çəkə bilir. Bax, görürsünüzmü? Bax, bunu deyir. Kitab nədir? İçi dolu yazı. O yalnız boş sözləri edər razı. Arif olan kəslər olmaz hər sözdən razı. Mən şəxsən o sözdən razı olmadım. Dahi sözünü qəbul etmədim. Mən kitab oxumayan adam bir dəfə əlimə aldım onu, qəbul etmədim. Dedim, bu düzgün deyil. Bu təbii ki, o zina sözünün iş mənasını mən o zamanlar anlamırdım. Amma dedim, bu başda nəyə pozğunçuluqdur. Bu nə var? Onu orada qarmalayır, bunu burada qarmalayır. Elə əlinə keçəni necə istəyir, elə oynadır, adı da dahidir. Bunu mən qəbul etmədim. Hələ avvam vaxtımda, hələ heç bir şey kitab alıb oxumadığım vaxtımda mən bunu qəbul etmədim. Onu deyir ki, arif olan olmaz, hər sözdən razı. Quru əməl sahibləri olar hər içi boş sözdən razı. Məsələ ki, görürsünüz, mütəşabih biri-birinə bənzər, məğzi bəlli olmayan ayələr. Bax, bunu quru əməl sahibləri bundan razıdırlar, amma mən razı olmadım. Mən oxumayan, din haqda məlumatı olmayan, elm haqda məlumatı olmayan adi bir ev xanımı, ev qadını, savadsız bir ev xanımı mən onları qəbul etmədim ki, bu nədir? Cəmaata nədə oluyor bu kitablar? Bax, bu sözü mən demişəm. Loru dildə o vaxtda demişəm. Bax, həmin deyir ki, indi sən demələ mən arif olmuşammış ki, bunu qəbul etməmişəm. Arif olan olmaz, hər boş sözdən razı, quru əməl sahibləri olar hər boş sözdən razı. Onları boş iftixarı edər özündən razı. Məsələ, yəni o Yeni Avropa qəzetinin baş redaktoru, o nə idi oğlan, Yusif Məmməd Əliyev idi, nə idi? Bax, o bir dənə gözəl kitab yazdı, təqdimat elədi, fırlandı, hamı, hər kəs də təbrik edirəm, mən heç sözün düzü heç təbrik zat da eləmədim, çünki orada elə bir şey yox idi ki, mən onu təbrik edəydim. O insanın dili sadəcə ağzını açanda səylərin qırılsın. Millət onu qınayırdı, bunun haqqında danışırdı. Necə
deyirlər, deyingən arvadlar kimi eləcənə mırtlayırdı. Buna mən nətər gedim tərif deyim, mən deyə bilmərəm. Mən layiqli cəza yersiz mükafatdan yaxşıdır. Mən bunu deyə bilərəm, amma boşuna kiməsə gedib tərif deyə bilmərəm. Kim nə istəyir elə də düşünsün. Bax, bunu elə bir nəfər onu götürdüm. Mən onun dilindən, burada tanıyandan, görəndən, onun səhifəsini izləyəndən elə 2 günün biri, 5 günün biri, hər sözün arasında səylərin qırılsın vətən. İncildə də deyilir ki, kim səfeh belə deyərsə cəzasız öçüşməyəcəkdir. İndi mən onu deməkdən də yoruldum, ona qandıra bilmədim. Allah qandırmır, mən nə qandırıram ki? Mən də sadəcə sözümü deyib ötüb keçirəm. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Heç yoxdur, bilmirəm, necə olursa ortada yoxdur. Allahdan ona rəhim diləyirəm ki, yazıqdır o küt balalarından, bilmirəm o nədir, deyəsən qadını yoxdurmu, nədirmi, bilmirəm, onu bilirəm ki, elə 2 balasını sığalayır. Rəbbimdən gecə gündüz elə ona diləyirəm ki, bir şey olmasın, çünki bu 18 ildir böyrü üstə qalanın hələ də o narahatçılığı içimdən çıxmayıb ki, o hələ də ayaq üstə dura bilməyib. İndi buna da bir şey olar, öyüm yıxılar, elə bunların günahını mən görə apara bilmərəm. Mən günah sahibi olmaq istəmirəm, amma acı həqiqəti deməli. Acı deyilməlidir ki, insanlar oyansın. O günü yenə də deyir, qonşu deyir ki, o 18 ildir bu sınaqların əvvəlində, indi bunu geri qaydın özünüz bir də dinləyin, uzun uzadı şeydir, onu bir də danışmayacağım. Elə necə gözümlə baxıb o insanı Allah Taala yorğan döşəyə salıbsa, hələ də ayağa qalxmır. O günü yazıq arvad deyir ki, gecə gündüz Allaha yalvarıram ki, bunu ayağa durğusun, amma durğuzası deyil, o etirafa gəlməlidir ki, öz göz zinasını etiraf edib Allahdan bağışlama istəməlidir. Mən onu dedim, anlamadılar. Özləri bilsinlər, mən cəmatı yıxıb başa sala bilmərəm. Ona görə də o elə böyrü üstə qalıb, hələ də qalxıb. 18 ildir, durmur, indi də 98-ci ilin baharından yatır, hələ də yatır, arxası üstədir. Bax, bunu deyim sizə, hələ də ayağa qalxmır. Bunu mən istəmədim təbii ki, amma mənim vasitəmlə elədi Allah Taala. İndi siz də ehtiyatlı olun, yəni rədd etməyin, dinləməsəz də, xoşunuz gəlməsə də, yəni bu fikirləri, amma şək də gətirməyin ki, günaha batmayın. Bax, o qədər. Bəli, kitab nə deyir? İçi dolu yazı, boş sözləri edər razı, arif olan olmaz hər sözdən razı, quru əməl sahibləri olar kitabdan razı, yəni hər boş sözdən razı, onları boş iftixarı edər özündən razı. Çernel nə deyir? O çox tez qaraldar qəlbin, tutma belindən o başı kəsik qələmin. Elm əhlinin həmdəmidir sən biraz yan dur, alimləri, şairləri yarı yolda qoyandır. Bəli, gəl şairi, şeiri boşla, boş sözlərə uyma, bacar bu sehrin ovçusunu ovla. Gəl təhsili elm etmə, çünki cana ziyandır. Çoxdur zərəri insana, bu mətləb əyandır. Ya gözünün nuru gedib kör qalacaqsan, bax mənə kimi görürsünüz, artıq heç görə də bilmirəm, bu qədər də insan mı oxuyar? Amma bunu mənə vadar edən özüdür, mən heç ömründə oxuyan olmamışam. Ya gözünün nuru gedib kör qalacaqsan, ya da rəngin saralıb, min bir xəstəlik tapacaqsan, o da mənim qaynım, o da elə zehni pozuldu onun oxumaqdan, çünki çox oxuyan insan idi. O kimyadır, rəzətdir, fizikadır, bilmirəm o hansı sahədirsə, o azini qutarıb çox kəlləli. Onu bu dəqiqədə tələbələr gedib, ona nəsə məsələlərini həll edir, elətdirirlər. Bax, belə bəlası da var bu elmin. Odur ki, xülasə ki, rəngin saralıb xəstə qalacaqsan. Min elm deməkdənsə insanda iman gərək olsun. Boş sözdən nə çıxar? Sözdə məqsəd gərək olsun, hikmət gərək olsun. Boş işdən də iş aşmaz. Boş işdən də iş aşmaz. İnsanda qüdrət gərək olsun. Millətin düyünün açmaq üçün insan elmdə, dində, bilikdə gərək kamil gərək olsun. Ey insan, indi get aç başını, at xaçını, sözlərini ver yelə. Gəl din iman sözünü dua etmə bir belə. Mülayim söz söylə ki, sonra rüsvay olmayasan, cəhd et ki, yalnız əməlinlə ucalasan. Bax, bu da sabir. Bu da sabir. Yəni ki,
nə oxumaqlandır, nə namaz qılıb Allaha asıl qalmaqlandır. Hər şey qismətləndir. Bu həqiqətdir. O ki qaldı, cəhd edirsən ki, pul qazanasan, nə bilim, villalar yapasan, hər kəs sənə filan kəs belə getdi, belə getdi. Onlar da boş şeydir hamısı. İnsana qalan gözəl əməldir, gözəl xasiyyətdir və bu imanın, dinin ən gözəl əlamətlərindəndir ki, gözəl xasiyyətə sahib olmaq dinin yetkinliyi deməkdir. İslam dininin yetkinliyi gözəl xasiyyətlərə sahib olmaqdır və cəhd edin ki, buna sahib olasınız. Savabınız bol olsun. Pul sizin yığdığınız o var dövlət Allahın dərgahında heç nəyə, heç nə ilə yer sizi, necə demək, o yüksəldə bilməz və dəvənin iynə deşiyindən keçməsi, bax, belə pullu insanların Allahın padşahlığına girməsindən daha üstün olacaqdır. Çünki Allahın dərgahında ən müqəddəs yeri, ən gözəl yeri, ən, necə deyim ki, o paçotnu yeri yalnız savabı bol olanlar tuta biləcəklər. O ki qaldı şöhrət uğrunda mübarizə eləyənlər, kreslo uğrunda mübarizə eləyənlər, adını siyasət qoyub öz şəxsi mənafeyini güdənlər, bax, onlar hamısı bu meydanda, dünya bazarında, necə xəqanidir, sözümdən gözəllik uğurlayarlar, onu dünya bazarında satarlar, özlərini mənə tay tutsa onlar şübhəsiz ki, dünyada rüsvay olarlar. Rəbbimlə diləyirəm ki, bu rüsvayçılığı özü edibsə, özü də yüngül cəzalarla ötüşdürsün ki, yeni əhdin qapısından hər kəs sevgi ilə əl-ələ verib geçsin. Hər birinizə Allah Taala'dan insanlıq sevgisi diləyirəm ki, onu sizin qəlbinizdə cücərtsin. Hər kəs küllü bəşər olaraq biri-birini sevgi ilə salamlasın.